Hal-hazırda Dubayın Əl-Fəhtin deyilən kəndindəyəm. Bura tam köhnə Dubaydır. Yəni, evlərdən görünür də. Yolları da labirint kimidir. Çox qəribə yollar var. Məsələn, oradan girsən, gəlirsən. Belə gediş var. Buradan belə. Yəni, hər yer oradan belə var. Çox labirintli yollardır. Özü də dizaynları çox qəribədir. Yəni, həqiqətən çox seçilir. Mən bu dizaynı uşaq vaxtı oyunda görmüşəm. Oyunlarda belə bir oyun var. Prosta adını bilmirəm. Bilən varsa şərhə yaza bilər. Yəni, bombalı bir oyundur. Yəni, daha çox buraları dağıdırlar. Qəribə, gözəl bir şəhərdir. Mənim fikrimcə Burj Xəlifədənsə, yəni şəhərin mərkəzindənsə daha çox buralar gəlib gəzilməlidir. Desəz ki, bu nədir, nə üçün belə bir şey eləyiblər? Bu binaların çox köhnə binalardır. Yəni görürsünüz ki, belə üst platformasında tikilib. Yəni o vaxtı kondisioner yox imiş deyə külək buradan içəri vurulmuş, aşağı otaqlara gedirmiş. Yəni kondisioner əvəzi istifadə edilmişlər onu. Çox maraqlı ideyadır. Çox. Kondisioner əvəzi, yəni o vaxtının necə deyim, kəşf olunmuş kondisioneridir da demək olar. Biraz da göstərim sizə buraları. Yəni Dubai mola gedəndə mən çox sıxıldım həqiqətən. Çox sıxıcı idi. Security'miz də gedir. Yəni işdən hamı, yəni bəlkə də 90%, 99% xaricilərdir. Ərəbistan, Sudan, Pakistan. Yəni kimi deyirsən ki, where are you from? India. Where are you from? Pakistan, Sudan. Belə çox şeylər də var. Mənim odur ki, özləri yəni işləmir. Burada nə qədər bir mənzərə var. Daha çox oradan buradan gələn insanlardır. Şəxsən mən turist kimi gəlməli olsam, gəlib belə isti yerdə işləmərəm. Çünki gedim bu tərəfə gedək. Çünki çox istidir, dəhşət dərəcə istidir. Yəni bu şəhərin ən böyük problemi istidir. Yəni telefonla çıxarıram ki, video çəkəm, telefona mesaj gəlir ki, telefon qızır, telefona fasilə ver. Yəni o dərəcə istidir. Ona görə heç video çəkə bilmirəm. Bax, labirint sözü demişkən, labirint deyirəm. İndi bu yoldan girəcəm, belə gedəcəm, indi gəldiyim yerə çıxacam. Bunu niyə belə eləyiblər? Çox maraqlıdır. Yəni, çox qəribə bir şeydir. Yəni, yolları da göstərirlər. Çox bəyəndim köhnə Dubayı. Yeni Dubaydansa köhnə Dubay çox gözəldir. Əgər gəlməli olsaq, məncə gəlməlisiniz. Bura haradır? Mən də indi görürüm, içəri girim görüm. Və nə var? Hello. Museum? Museum? Yeah, you have ticket? Ticket? Yeah. Oh, okay. Thank you. Yəni deyir ki, tiketləndi. Tiketi də almamışam, yəni yolumuza davam. Binaların çox gözəl havası var. Mən belə köhnə yerləri xoşlayıram açığı. Çox qəşəngdir. Şəhəri də göstəreyim. Yəni hər evin binasında bu dediyim kondisioner tipli şeylər var. Yəni bu da Dubaya xas bir şeydir də, yəni. İlk əvvəl onlar özləri kəşf edib. Baxın, burada qısa bir video qoyacağım Dubai marketinqi haqqında.
Yəni çox marketinqləri irəliləyib. Əgər o mən ipə əlimi uzatsam, çox güman ki o ipi mənə aldırmışdılar. Maraqlı da. जय श्री कृष्णा, राधे राधे। Hello. गॉड ब्लेसिंग, जय माता दी बेटे। दुबई के टेंपल में कृष्णा No, टेंपल। thank you. आओ, ये ब्लेसिंग लेके जाओ बेटे। Yeah, thank जो you. मंदिर आता है ब्लेसिंग लेके जाओ बेटे। Burada dəhşət dərəcədə marketinq var. Yolda görən hamı nəsə almağınızı istəyir də, yəni belə yaxşı dillə desək. Çox dar küçələr var. Yox, bitmədi. Abunə oldunuzsa videoya keçək. Əgər Dubaya gəlmisinizsə, Bilusda Dubayın köhnə old tərəfinə gəlmisinizsə, bu qayıqlara minmək mütləq lazımdır. Maraqlı təcrübə qazandırır. Özü də çox ucuz qiymətədir. Biraz köhnədir, amma maraqlıdır. Təcrübəsi yaxşı təsirlidir. Buradan minirsən, ora aparır. Görünür yəqin ki. Buradan ora 1 dirhəmə. 1 dirhəm də bizim pulla hardasa eləyir 47 qəpik, 50 qəpik belə eləyir. Mən 2 dəfə mindim, prosta səsi çox pis çıxır. Motorun səsi çox yüksək dərəcədədir, ona görə həmən videonu qoyacam bura. Amma səsinə görə öz səsim eşidilmir.